Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun. Əziz tələbələr, hörmətli izləyicilər. Mübarək Ramazan ayının ilk cümə günündə böyük sevinclə, şövqlə yeni dərsimizin izahına başlayıram. Bu ayın daxil olması ilə sanki başqa bir aləmə düşmüşük, bir nuraniyyətə qərq olmuşuq. Sanki quşlar başqa cür cikkildəşir, ağaclar başqa cür xışıldaşır. Sanki bütün yer, göy, aləm sevinir, şadlanır. Bunu əminəm ki, haqq aşiqləri qəlbən duyur. Allah Teala bu nuraniyyətdən, bu bərəkətdən nəsib almağı bizlərə nəsib eləsin. Ramazan ayının orucunu gözəl şəkildə əda etməyi, gözəl ibadətlər etməyi, savab qazanmağı, günahlardan arınmağı, paklaşmağı Allah hər birimizə nəsib eləsin və mübarək kitabımızın nazil olduğu bu ayda həmin kitabımızı gözəl şəkildə oxumağa müvəffəq olaq əzizlərim. Bugünkü dərsimizdə iqləb qaydasını keçəcəyik. İnşallah nəzərdə tutmuşdum idğamı keçmişkən, idğam-ı mislin, idğam-ı mütəcanir, mütəqarib barədə məlumat verim bugünkü dərsimizdə. Çünki o idğamın qollarıdır. Amma baxdım ki, bəzi tələbələr idğam bəhsində çətinlik çəkdi, surədə tətbiq etməkdə. Ona görə ehtiyat elədim. Elə qaldığımız yerdən, yəni sakin nun və tənvinlərin hökm silsiləsindən 3-cü qaydamız olan iqləb qaydasını izah etməyi nəzərdə tutdum. Çünki iqləb qaydası olduqca sadədir. Biz iqləb qaydasından vaxt qazanmış olacağıq ki, bir həftə idğam bəhsini daha gözəl mənimsəyək. Çünki iqləbdə elə bir çətinlik yoxdur. İqləb qaydasını yaxşı mənimsəmək üçün bizə yalnız bircə hərfi yadda saxlamaq kifayət edir. Bu da B hərfidir, əzizlərim. Yəni, sakin nun və tənvinlərdəki nun B hərfinə çatdıqda, yəni bunlardan sonra B hərfi gəldikdə, nun və sakin nun və tənvinlərdəki nun tələffüzdən düşür və təşdidli mimlə əvəz olur. Bunu oxunuşda görmək, oxumaq olduqca asan olacaq. Çünki Quran çaplarının demək olar ki, hamısında mən belə görmüşəm, ola bilər olmayanı da var. Amma Quran çaplarında bu elə bu şəkildə yazılır. Məsələn, tənvin dammədirsə, baxın bu şəkildə yazılır. Kiçik bir mim qoyulur yanına. Tənvin kəsrədə də eyni şəkildə belə yazılır. Fəthədə belə yazılır. Yəni biz bu kiçik mimi görən kimi bilirik ki, nun orada düşəcək və mim,ğunnəli mim tələffüz edəcək. Bilirik ki, mim və nunğunnə hərflərindəndir. Mimlə əvəz olunanda biz bunuğunnəli oxuyacağıq. Yəni, keçən dərsimizdə mən sizə ambar sözünü yazdım idğamı başa salmaq üçün. Amma elə iqləb qaydası ambar sözündə baxın, daha rahat anlaşılır. Çünki elə eynisidir. Baxın, nun hərfi B hərfinə yetişir və təşdidli mimlə əvəz olur. Ambar. Elə qunnəyə də əməl edirik tələffüzdə. Ambar. Deyilmi? İqləb qaydası bundan ibarətdir. Yəni, başqa çətin heç bir şey yoxdur. Yenə deyirəm, yazıda da biz o hərfi görən kimi, balaca mim hərfini görən kimi biləcəyik ki, necə oxumalıyıq? Mim bə'di. Mim bə'di. Yəni, nun. Nundan əsər əlamət qalmır. Təşdidli mim onu əvəz edir. Mim bə'di. Və yaxud da Bəsirum. Yenə də balaca mim yazılır və biz bununla görürük ki, burada nun düşüb, mimlə əvəz olunub. Bimə, bəsirum bimə, bəsirum bimə. Gördüyünüz kimi qaydamız olduqca sadədir
Mənimsəməkdə əminəm ki, heç bir çətinliyiniz olmayacaq. Yenə deyirəm, bu kiçik mimlər bizə köməkçi olacaq. Bugünkü Adiyyat surəsində inşallah rast gəlsək bunu tətbiq eləyəcəyik, daha da gözəl mənimsəyəcəyik. Allah müvəffəq eləsin. Əssəlamu aleykum və rəhmətullah və bərəkatuh.